səsləri bağlayın. Mən birini izah eləyəcəm. Qalanlarını özünüz taparsınız daha. Birini bir dənə izah eləyəcəm. O da birinci olsun. Gəlin birinciyə baxaq. Uşaqlar, fikir verin. Burada ortaq vuruq nədir? Nəyi çıxartmaq olar? Hamısını. Eni. Hamısını eni çıxardıram. Hamısından eni çıxardıram. Qalır əbobun içində. Baxın, n kvadratı ilə böləndə n qalır. N ilə böləndə 1 qalır. Nöqtə virgül. N kvadratı ilə böləndə n qalır. 2 n ilə böləndə 2 qalır. Bərabərdə 4-ə. Uşaqlar, bu nə ədədlərdir? N plus 1, n plus 2. Ardıcıl təkədir. Ardıcıl ədədlərin qarşılıqlı sadədir. 1-ə bərabərdir. 1-ə bərabər. Hasilə 1-ə bərabər. Bəli. N vurulsun 1 bərabərdir 4-ə. N-i 4 tapdıq ki. Qutardı da. Onu gətirib yerinə qoysaq n-imiz 4-dürsə, 4-ün kvadratı 16. 16 üstə 4 gəndə 20 eləyir. Birinci ədəd 20-dir. 4-ün kvadratı üstə gəl 4 2-nin 8. Bu da eləyir 28. Uşaqlar, deməli birinci variantda ədədlərimizin biri 20-dir, biri də 28-dir. 20 və 28. 28 yox, mən 24. 24, niyə 24? Hə, 24. Çünki n kvadratı Düz deyirsən qızım, mən səhv qeyd eləmişəm. Deməli, 4-ün kvadratı 16 eləyir axı. Deyəsən biz bura 20 yazmışıq. Deməli, 16-nın üstə də 8 gəndə 24 eləyir, düz deyirsən. Ədədlərin biri 20-dir, biri də 24-dür. Uşaqlar, baxın şərtdə. Deyir, bu ədədlərin cəmi 44-dür. Düz deyir də. Sonra əkobu 30-dur deyir. İndi əkobunu filan özünüz hesaplayarsınız da, day. Görün, deməli, ödəyir, yoxsa? Eləmir. Eləməz üçün 24-ü nə yazılır? Eləmir. Qutardı. Başa düşdünüz? Baxın, gəlin bir də ikincisini istəyirsiniz izah eləyim mən. Baxın, ikincidə də n-i çıxardırıq. Qalır əbobun içində. Yeni ardıcıl ədədlər. N üstə gəl 7 ilə n üstə gəl 8. Ardıcıl ədəddir. Onda bunun əbobu 1 eləyir. N vur 1 bərabərdir 2. N-i 2 tapırsan. Gətirib onda yerinə qoysan zərrin. Gətirib yerinə qoysan 2-nin kvadratı 4, 4 üstə 14 gələndə, yəni 7 vur 2-ni. Baxın burada, görürsünüz də. 4 üstə 14 gələndə 18 eləyir. Amma kvadratıdır bir cür. Hə, düz yazmışıq, düzdür. 4 üstə 14 gələndə 18 eləyir. Burada da 4 üstünə 16 gələndə 20 eləyir. 18 ilə 20. İndi variantlara baxırıq. 18 ilə 20. 18-dən 20. Görək hansı variant uyğundur. Nəsə səhv eləməmişik ki? 16, 4, 20. Doğru. 14, 4, 18. Düzdür, doğrudur. Deyir ki, bu ədədlərin əkobu 9-a bölünür. Deyəsən budur. Əkobu 9-a bölünür. 18 ilə 20-nin əkobunu hesablasaz, 18 ilə oluruq. Daha doğrusu 3-ə. Necə? Nə? Heç nə bəlli bir Ne başa düşmədim. Yəni tapaq da aday. 18-dən 20. Bazen 2-ni mərtəzə xaricini çıxarsa 9-un var. 9-un da 90 eləyir. Qarşılığı sadədir. 180 eləyir. 180-ə 9-a bölünür. Ay, sağ deyirəm axı. Deməli belə 9-la. Bu 20-dir. Deməli 10 qalır 2-ni çıxardanda. Ədədlər qarşılıqlı sadə olanda əkobu hasili eləyir deyə, bu da 180 eləyir. Həqiqətən 180-də 9-a bölünür də. Deyir ki, şərtdə əkobu 9-a bölünür. Bəli, düzdür. 2-yə də A gedir. Başa düşdük. Çatdı bizə. Bəli, Tamam, bizə keçib 3-cüyə də baxaq. Bizə deyir ki, 3-cüdə yenə n-i çıxartsaz uşaqlar. Əbobun içində qalacaq deməli. N üstə gəl 4 ilə, n üstə gəl 5. Ardıcıl ədəddir, qarşılıqlı sadədir. Qarşılıqlı sadə ədədlərin də əbobu 1 olur. Buradan n-i 3 tapırsan. Gətirib yerinə qoysan, bu olur 3-ün kvadratı 9. 9 üstə 4 üçün 12. Gələndə neçə eləyir? 21 eləyir. 21. Bu biri tərəfdə də 3-ün kvadratı 9. 9 üstə də 3, 5-in 15 gələndə eləyəcək 24.
sualımıza baxaq. 84-ü də bir baxarıq da. 84 vermişdi 84'ü. Demişdim, yəqin yaddan çıxıb. Ola bilər. Deməli deyir ki, yolun qırağı ilə hər 10 metrdən bir ağac əkilib, birinci və 10-cu ağaclar arasındakı məsafəni tap. Sən 100 götürmüsən, amma cavab 90 çıxıb, elə deyilmi? Bəli. Qızım. Sənə deyir, bax, elə bil ki, birinci ağac, ikinci ağac, üçüncü, dördüncü, beşinci, altıncı, yedinci, sekizinci, dokuzuncu ağac. Sənə deyir ki, hər ağac arasındakı məsafə 10 metrdir. Qızım, 1 ilə 10 arasında 10 metr, 20, 30, 40, 50, 60, 70, haradasa səhv elə deyilə bilir. 10, 20, 30, 40, 60, 70. 10-cu ağac qaldı. Hə, birin qoymamışam da, 90-dan eləyir. Bəli, 90 eləyir. Uşaqlar, 10-dan elə bilin ki, ağacımız var, 10 dənə ağacımız var. Birinci ilə 10-cu arasındakı məsafə 9 vahiddir da. Hər vahiddə sizə 10 metr kimi verildiyinə görə 9-u vurursunuz ona 90 eləyir. Yəni birinci və 9-cu ağaclar arasında 90 metr məsafə olacaq. Başa düşürsən? Bu məsələlər kimi danışın. Məfdili 6 yerdən kəsilir. Neçə ara var kimi şeylərdə. Ya da bu nərdivan məsələsi kimi olur. Uşaqlar, misal üçün birinci mərtəbədən 8-ci mərtəbəyə çıxmaq üçün 7 dənə pilləkən qalxırsınız da, elə deyilmi? 7 dənə nərdivan qalxırsınız da, elə deyilmi? Və ya liftlə birinci mərtəbədən 8-ci mərtəbəyə gedən liftdə 7 mərtəbə qalxırsınız da. 8-ci mərtəbədən də qalxsaz axı 9-a çıxmış olarsınız, adama deyirlər. Ona görə bir vahid azı. Başa düşürsən Nigar? Çatdı sənə də? Bəli. Tamam, yaxşı. Gəlin sonuncu sualımıza baxaq. 100-cü sual. Mən ən təşkil sualdır. Bu 11-ci sinifdə var idi. Birinci bölmədə. Ay, sağ ol. Elə ona görə deyirəm. Özə kilən idi. Bəli. Cavab 15 eləyir. Yazmayan var 100 aranızda. Kim yazmayıb? Kimin sualıdır? Mən yazmışdım. Aynin. Başqa? Yağmur yazmısan? Bəli, müəllimə. Qəşəng. Gəlin amma izahını mən verim elə. Nə deyir bizə? Deyir ki, bu 5 rəqəmli ədədim, baxın bu verilmiş 5 rəqəmli ədədimiz bununla bunun fərqinə bölünür. Gəlin fərqini tapaq. Deməli A, B, C, D, Y çıxılsın. A, D, C, B, Y. İndi mənə elə sən özün deyəcəksən. Deməli, qızım, de gəlsin. Açmasını de. Deməli, dəqiqəm 10.000 olurdu. 10.000 A elə. Deməli, belə. Bax, bu təklidir. Bu onluqdur. 10. Bu yüzlükdür. 100. Minlik. 10 minlik. Düz deyirsən. 10 minlik. Mən bunlar deyim mən. Bir dənə gözlə quzusu. Düz yazmısansa bir dənə gözlə. De görüm qızım. Ay. Sonra 1000 B. Deməli 1000 B. 100 S. 100 S. Üstə gəl. 10 D bir də E. Üstə gəl. İndi biz bundan çıxanda bu da toplama ilə açılır axı. Sadəcə çıxanda hamısının işarəsi dönür. İndi de gəlsin. Burada da 10.000 A. Çıxılsın. 1000 D. 1000 D çıxılsın. 100 S. 10 B bir də Y. 10 B bir də Y. 7 müəllimin başı gedirdi. 10 B çıx Y. Yaxşı. İndi islah gedənə qalana qızım. Bax, Hə, düşdüm. 10.000 A'dan hər ikisi A ilə başlayırdı da, səhv eləməmişik. Aha, A'lar gedir, B'lər gedir. Sonra kimlər gedir görək? C'lər gedir. Y'lər gedir. Y'lər Bir də Y. Və Y. bir də C'lər gedir. Tam. İndi Orada qalır 990 B. Bəli, 1000 B'dən 10 B çıxanda 990 B qalır. 10 D'dən də 1000 D çıxanda 990 990 D. D qalır.
990-ı ortaq vurub kimi mötərəzi xaricinə çıxartsaq B minus D. Üstə kimisi. Bizə də şərtdə deyir ki, bax bu verdiyim ədəd bu fərqə tam bölünür. Yəni baxın bu 7920 deyir ki, bu fərqə tam bölünür. Fərqi də tapdıqda budur. Yəni 990 vurulsun B minus D-dir fərqimiz. İndi bunu buna böləndə neçə dəfə düşür? 8. 8 dəfə. 8. İndi uşaqlar bizə də şərt Altıda 8-in bölənləri olub da müəllimə. Böyle bunun bölünməsi üçün 8-in bölənləri olmalıdır. 1, 2, 4, 8. 1, 4, 8. Всё. Başa düşdük. Cəmidə 15. Aynen. Bəli. Başa düşdük. Всё. Bəli. Bu qədər. Qoçaqlar, indi baxın, bizim dərsimizin tam vaxtıdır. İstəyirəm ki, gələn dərs elə tam Aynen. keçək. Bu baxımdan ki, mən sizə ev tapşırığı olaraq buradan 11-ə qədər verirəm. 11-ə qədər. Amma gələn dərs yeni dərs keçəcək ya. Buradan yəni 111-ə qədər tamamlayarsınız. Bir də 9-cu sinifdən kəsirləri verirəm. Onsuz kəsirləri də ibtidai sinifdən keçmisiniz. Düzdür, mən keçəcəm sizə. Amma siz orada yəni çox su kimi suallar var da. Onları siz özünüz yaza bilərsiniz. Ona görə adi kəsirlər 9-cu sinif 1-dən 60-a qədər evə verirəm. Gələn dərs dərsi keçəndən sonra tip-tip suallara mənlə baxacaqsınız. Yaxşımı?